Salam, hər birinizi xoş gördük. Mən sizə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanının Azərbaycan dili suallarının izahını verəcəyəm. Əgər siz də video izahı bəyənərsə, kanala abunə olmağı və şərh bölməsində fikir bildirməyi unutmayın. Öncədən hər birinizə təşəkkür edirəm. Başlayaq suallarımızın izahına. 31-ci sualda nə deyir? Hansı sırada bütün sözlərin yazışı səhvdir? Demək, diqqət yetirsək, hər variantda 3 dənə söz qeyd olunub və o 3 sözün hər biri səhv olmalıdır. Baxırıq A-ya. Burada yarım final söz doğru yazılıb deyə bunu götürmürük. B-də dümağ səhvdir, amma kəmşirin doğru deyə götürmürük. C-də ekspres doğru yazılıb deyə götürmürük. D-də monasır doğru, silindir doğru, üfüq doğru yazılıb. Burada hər biri doğrudur, götürmürük. Düş, gün, çi olmalıdır. Kokteyl, ya olmalıdır. Ala yarımçıq defisdə yazılmalıdır. Demək, E variantında hər üç səhv yazılıb deyə cavabımız olur E variantı. 32. Gözü su içməmək frazoloji birləşməsi hansı mənaya uyğun gəlir? Təbii ki, bu inanmamaqdır. 32-də olur B variantı. 33. Mübtədanın əlavəsi tamamlığın və yer zərfliyinin əlavəsini soruşur. Əlavə nədir? Tirdən əvvəlki söz hansı cümlə üzvüdürsə və tirdən sonraki cümlədə həmin cümlə üzvünə uyğun söz gələrsə, deməli bu həmin cümlə üzvünün əlavəsi olacaq. Baxırıq A variantına. Azərin atasına kimə? Təbii ki, tamamlığın sualıdır. Amil dayıya kimə? Bu da tamamlığın sualıdır. Demək, A var. A bəndində tamamlığın əlavəsi işlənir. 1-ə gedir, daha doğrusu 2-ə gedir A variantı. Sonra 2 gündən sonra cavadı. Kimi cavadı, kimi mühəndisi. Bu da tamamlığın sualıdır deyə tamamlığın əlavəsidir. 2 həmçinin B gedir. C variantı. Bizim evimiz mənzərəli bir yerdə, göl qırağında idi. İdi olanda diqqətli oluruq. Əgər bunu bura tirədən əvvəlki isə bərpa edə biliriksə, bu xəbərin əlavəsidir. Heç birinə götürmürük. Qrupun rəhbəri kim? Gənc qız görüləcək işlərdən danışdı. Kim? Qız. Burada da kim sualı cavab verir deyə bu da mübtədanın əlavəsidir. 1-ə gedir. Mübtədanın əlavəsi 1-ə gedir. D variantı 2-ə gedir. A, B. 3-ə baxırıq. Anar kənddə, harada? Kəndə daha doğrusu. Anar kəndə, haraya? Bu doğma obaya, haraya? Harada hansı cümlə üzrünün sualıdır? Zərfliyin. Deməli bu da yer zərfliyinin əlavəsidir. 3-ə də gedir E variantı. C bəndi qeyd edirik burada. Hansı cümlədə tamamlıq söz birləşməsi ilə ifadə olunmamışdır deyir. Baxırıq. Hamı öz fikrinin doğru olduğuna, nəyə? Öz fikrinin doğru olduğuna. Burada tamamlıq söz birləşməsi ilə ifadə olunub. Əcnəbi turistlər Şəkinin görməli yerlərini gəzdilər. Haranı, Şəkinin görməli yerlərini. Tamamlıqdır söz birləşməsi ilə ifadə olunub. Meyvələrin hamısını, nəyi? Söz birləşməsi ilə ifadə olunub. Bu hadisədən sonra sevil hər şeyi. Bu söz birləşməsi deyil, bu mürəkkəb əvəzlikdir, qeyri-müəyyən əvəzlikdir deyə burada olur D bəndi. E variantına baxırıq. Vaqif. Bu adamların çoxunu tanımıram. Burada da adamların çoxunu tamamlıqdır və söz birləşməsi ilə ifadə olunub. 34-də olur D bəndi. 35-ə baxırıq. İsmi birləşməli işlənmişdir. Fe'li birləşmə işlənmişdir. Baxırıq. A-da heç biri yoxdur. B-də düşmənin niyyətini ismi birləşmədir. 1-ə gedir. B. Sən bunu mu deyirdin? Burada yoxdur. Cəmil gedərkən. Arkən fe'li bağlama şəxsi fe'li birləşmədir. 2-ə gedir. D. Sonra təşkil edilmiş. Burada ol et bildi. Bir söz hesab olunur. Birləşmə deyil. Bu sərgidə birinci növdür və ismi birləşməyə uyğun gedir. 1-ə gedir B-yi, 2-ə gedir D. Cavab oldu E bəndi. 36. Söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənmişdir? Demək, söz sırası pozulmalıdır, həm sadə və mürəkkəb isim işlənməlidir. Baxırıq A variantına. Burada bağ-bağça mürəkkəb isimdir və sadə isim yoxdur deyə götürmürük. Açıldı bayraqlar. Bayraqlar açıldı olmalı. Söz sırası pozulub. Boru sadə isimdir. Vurhavur mürəkkəb isimdir deyə cavabımız olur B bəndi. C ona görə olmur ki, qohum-əqrəba mürəkkəb isimdir. Söz sadə isimdir, amma söz sırası pozulub deyə götürmürük. D-də diqqət yetirsək, mürəkkəb isim yox deyə götürmürük. E variantına baxdıqda isə mürəkkəb isim görmürəm deyə götürmürük. Cavabımız oldu B bəndi.
37. Zərfin mənası hansı növləri işləmişdir? Biz kəndə çatanda. Burada fe'li birləşmə var deyə bu zərf ola bilməz. Biz bilirik də fe'li bağlama heç vaxt cümlə üzvü olaraq zərflik olsa da nitq hissəsi olaraq zərf ola bilməz. Deməli burada kəndə çatanda zaman zərfi yoxdur. Güclə eşidilirdi. Necə, nə cür, nə tərzdə. Tərzdə zərfliyi var. Cavanşir bir qədər dincəlib. Nə qədər dincəlib? Bu da kəmiyyətdir. Cavabımız olur D bəndi. 38. Qarşı tərəf buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır. Burada tərəf isimdir. Maşın saat 2-də şərqə tərəf. Burada da yönlük ala qoşulub deyə qoşmadı. Aha. Baxırıq, sözə qoşularaq məna çaları yaradan bilirik bu köməkçi nitq hissəsi qoşmaya aiddir. 2-yə gedir. A. Sonra ifadə olunan fikrə münasibət bildirir. Bu modal sözdür, heç birinə uyğun getmir. Leksik mənası var. Təbii ki, birincidə, yəni əsas nitq hissəsi varsa, deməli leksik mənası var. 1-ə C, 2-yə A. Yalnız qrammatik mənası olur, o da köməkçiyə aiddir deyə D-yə gedir. 1C, 2A ilə D. Cümlə özləri arasında əlaqə yaradan o bağlayıcılardır. Bunu heç birinə aid eləyə bilmərik. Burada olur D bəndi. 39. Lazım şəkli, arzu şəkli. Təsdiqdə işlənsə də inkarda işlənə bilmir. Səhvdir. Məsələn, gələsi deyil. İnkarda işlənə bilirik. Bir səhvdir. Gələsiniz sözü bu şəkildədir. Xeyr, kaş gələsiniz. Bu arzu şəklindədir deyə 2 də səhvdir. Cavabımız çıxır. 3. Kaş anar da gəlsin. Burada kaş sözü bizi karıxdırmasın. Gəlsin əmr şəklindədir. İsə köməkçi sözü ilə işlənə bilmir. Bəli, 4-ü götürürük. Cümlənin fe'li xəbəri olur. Hər ikisinə aiddir. Biz bilirik də fe'lin şəkilləri fe'li xəbər olur. 5-i götürürük. Məhsul növdə işlənə bilir. Bəli. Ümumiyyətlə fe'lin şəkilləri fe'lin qrammatik məna növlərində işlənə bilir deyə cavabımız olur. A variantı. 40. Xalqımızın mərd oğullar bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Tabeli mürəkkəb cümlənin təhlillə bağlı səhv fikir. Budaq cümlə baş cümlə bağlayıcı ilə bağlanıb. Bəli, ki bağlayıcı ilə bağlanıb. Ki gəlibsə baş cümlə əvvəl gəlir. Doğrudur. Baş və budaq cümlənin müəyyən şəxsidir. Diqqət yetirsək, qoşuldular, xalqımızın oğulları yaşasınlar, nəsillər. Bəli, mübtədə var deyə müəyyən şəxsi cümlədir. Həm baş, həm də budaq cümlə fe'li xəbərlidir. Bəli, qoşuldular, yaşasınlar. Fe'lin şəkilləri deyə fe'li xəbərdir. Həm baş, həm də budaq cümlədə sintaktik əlaqənin. Bilirik də sintaktik əlaqənin 2 növ var. Tabesizlik əlaqəsi və tabellik əlaqəsi. O da hər iki cümləyə aid deyil. Çünki elə ikinci hissəyə baxsaq görərək ki, azad və xoşbəxt yaşasınlar. Burada tabesizlik var, amma birinci cümlədə tabesizlik yoxdur deyə. Bu da yanlış variantdır deyə cavabımız olur E bəndi. Əziz şagirdlər, bizlərdən bu qədər. İnanıram ki, video izah yararlana bilərsiniz. Sağ olun, növbəti video izahlarda görüşənə qədər.